Salam, hər vaxtınız xeyir olsun, dəyərli izləyicilərimiz. Bayramınız mübarək olsun. Bir daha 21 mart 2025-ci il. Hal-hazırda mən Dres ərazisindəyəm. Şüvalan Dres ərazisi Azal Arenanın yanında. Bu tərəfdə də 230 nömrəli məktəb, o tərəfdə də gimnaziya məktəbi. Yoldan 50 metrlik məsafədə. Qabağa geçsən Azal Arenanın yanında dairə, dairənin yanında Araz Market, 140 nömrəli marşrut, düz gəlir yolun üstündədir, haradasa 100 metrlik məsafədə 4,5 sotun içərisində inşa olunmuş belə bir evin təqdimatını edirəm sizlərə. Bir daha söyləyirəm, bayram vaxtıdır. Çəkilişimiz sizlər üçündür. Qiyməti isə 275.000 manatdır. Daxilində 3 yataq otağı, 3 sanitar qovşağı, mətbəx, qonaq otağıdır. Gördülər buranın hamısını həyətin, keçək evin daxilindən. Mətbəxin qarşısında olan verandadır bu. Hal-hazırda veranda diyor. Hovuz var, 5 metrənin 6 metrə olan filtrli hovuzdur. Modern deyil. Daxili moderndir, klassikə yaxın. Tam modern deyil. Üstüdəki paketdandır. Yerdən hündürdə tikilib, torpağın da evin də qubçası, çıxarışı var. Bir daha söyləyirəm, qiymət 275.000 başlanğıc qiymətdir. Keçən kimi sol tərəfdə mətbəx otağıdır. Mətbəx otağında hər bir şey çəkilib, mətbəx mebeli yığılıb. Qutqamı götürüm, hava soyuqdur, giyinəcəm çölə çıxanda. Birbaşa vitrin pəncərə, yerdən, pəncərələr hamısı ciftlidir. Üzbəüz burada qonaq otağı yerləşir. Gələk, göstərək, sonra qonaq otağından keçərik. Çamaşırxana daxilində kombi işləyir, stil sistemi hamısı bura yığılıb, xəttlər çəkilib. Ümumi sanitar qovşağı. Bir daha söyləyirəm, evin daxilində 3 sanitar qovşağı var. Həyətdə sanitar qovşağı olmadığı üçün evin daxilinə salıblar sanitar qovşaqları. Neyən? Birinci yataq otağı, daxilində sanitar qovşağı. Buyurun. Elvin deyir ki, qutqanı as, əlində saxlama, ayıbdır. Mən də məcburam qutqanı asmağa. Qoy qutqasız çəkək. Yenə yataq otağı, 3-cü yataq otağıdır, düzdür? 3-cü yataq otağı, daxilində sanitar qovşağı. Yox, bu şeydir, 2-ci yataq otağıdır. Orada çamaşırxana var idi. Qapıları dəyişik salmayaq. 2 yataq otağının özünün çamaşırxanası var. Sanitar qovşağı. Bugün bayramdan da, dünəndən bayramdan bəri. Dünən bayram idi, bugün 3-cü yataq otağı. İndi hamı gedir bayramlaşmağa. Biz isə dəyərli izləyicilərimiz üçün çəkilişlər eləyib, bazarda olan evləri onlara təqdim edirik. Burada qonaq otağı. Qiymət 275.000 manat. Start başlanğıc qiymətdir. Bir daha bayramımız mübarək olsun. İnşallah görüşmək ümidi ilə sizlərlə bugün sağollaşıram. Sabah 21:00-da görüşəcəyik. Çox sağ olun.